Nə qədər mənlərin sayı çoxdursa, bir insan mən eləyirsə, daxilən o qədər kədərlidir. Maraqlı. İndi bundan sonra izləyicilər müşahidə edəcək ki, mən nə qədər mən dedim. İkinci budur ki, ikinci gizləmə metodu budur ki, aşağılayırıq biz bəzən. Birini bizim yanımızda danışırlar biri haqqında. Məsələn, birinin uğurundan danışırlar. Şey yox, o nə bacarır, o falan şey bilir, amma falan şeyi bilmir. Deyib aşağılamağa çalışırıq başqalarını. Demək ki, biz kimisə aşağılayırıqsa, biz biraz özümüzə qarşı səmimi olsaq, dərindən özümüzü müşahidə etsək, görərik ki, biz daxilən özümüzü o insandan aşağı hiss edirik. Çünki içində aşağılıq kompleksi olmayan insanlar aşağılamırlar başqalarını. Aşağılıq kompleksi olmayanlar aşağılamırlar. Mənim içimdə əgər bir aşağılıq kompleksi varsa, mən başqalarını aşağılayaram. Fərqində olmadan bəzən bunu edirəm. Məsələn, Fuad bəyin uğurundan danışırlar, mən bir şəkildə onun uğurunu kiçiltməyə çalışıram.